2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə 2026-cı ildə aşağıdakı günlər iş günləri hesab edilmir. Belə ki, 1-2 yanvar Yeni il bayramı, 20 yanvar Ümumxalq Hüzn günü, 8 mart Qadınlar günü, 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 20-21 mart Ramazan bayramı, 9 may Faşizm üzərində qələbə günü, 27-28 may Qurban bayramı, 28 may Müstəqillik günü, 15 iyun Azərbaycan xalqının milli qurtuluş günü, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 8 noyabr Zəfər günü, 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü. 2026-cı ildə 5 günlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri, 6 günlük iş həftəsində 25, 26 mart, 29 may və 10 noyabr tarixləri istirahət günləridir. 2026-cı ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.